hem bağırsak sağlığınıza hem de ümumi sağlığınıza təsir göstərəcək çox mükəmməl bir reseptlə qarşınıza gəlmişəm. Qatı, chia toxumu, kətan toxumu və yulaf kombinasiyası. Bu möhtəşəm qarışım birlikdə çox mükəmməl bir probiotik dəstəkləyicisidir. Belə ki, bilirik ki, qatı faydalı probiotik bakteriyalarla zəngin olan mükəmməl bir qidadır. Burada söhbət təbii ki, evdə hazırlanmış, evdə mayalanmış ev qatığından gedir. Chia toxumu isə həm omega 3-lə, həm yağ turşuları ilə, həm də liflə çox zəngindir. Və bu iki məhsulu birlikdə qarışdırdığımız zaman bu qarışım simbiotik təsir göstərərək bağırsaqdakı faydalı bakteriyaları qidalandırır və dəstəkləyir. Bundan başqa əlavə olaraq bu qarışıma biz kətan toxumu və yulaf əlavə etsək bir-iki qaşıq və mövsümə uyğun olaraq təzə mövsüm meyvələrindən əlavə etsək çox sağlıqlı bir səhər yeməyi hazırlamış oluruq özümüzə. Həm də gün içində və yeməklərdən sonra yaranan şirniyyat ehtiyacını həm baskılamış oluruq, həm də ödəmiş oluruq. Yanaşı olaraq isə gün boyunca həm lazımi miqdarda magnezium, kalsium, omega 3, yağ turşusu və lif almış oluruq. Əgər bu qarışımı həftədə 3-4 dəfə qəbul eləsəz, təqribi 4-6 həftədən sonra həm bağırsaq sağlığınızın nə qədər irəliyə doğru getdiyini, yaxşılaşdığını, həm də ki, dərinizin nə qədər gözəlləşdiyinin şahidi olacaqsınız.